Qobustan Milli Tarix Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 km məsafədə Böyükdaş, Kiçikdaş və Cingir dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Petroqliflər, qədim yaşayış yerləri, kurqanlar, müxtəlif maddi mədəniyyət nümunələri və Qobustan ərazisində tapılan latın dilli kitabə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərq və Qafqaz regionunun tarixi üçün müqayisə olunmaz informasiya mənbəyi sayılır. 2007-ci ildən Qobustan Milli Tarixi Bədii Qoruğu UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu da onun beynəlxalq səviyyədə tanınan universal elmi və mədəni dəyərə malik olduğunu təsdiq edir. Qoruğun ərazisi isə kifayət qədər genişdir. Qoruğun ərazisi 4000 hektardan artıqdır və burada 1000-ə qədər qaya üzərində 7000-ə qədər qayaüstü təsvir aşkar olunmuşdur. Son illərdə onu xüsusi qeyd etmək olar ki, İtaliya, İspaniya arxeoloq alimlərinin iştirakı ilə burada qoruğun ayrı hissələrində tədqiqat işləri aparılmışdır. Qayaüstü nümunələrin degradasiyasının qarşısını almaq üçün həm fiziki, həm də rəqəmsal mühafizə tədbirləri görülür. Ərazidə mütəmadi olaraq monitorinqlər aparılır. Yeni texnologiya olaraq biz 3D deyək foto çəkilişlərdən istifadə edirik. Daha doğrusu müəyyən foto şəkillərdən sonra 3D foto çəkilişləri müəyyən proqramlar vasitəsilə kompüterdə emal edərək onu rəqəmsal formada arxivləşdiririk və bunu gələcək nəsillər üçün bir növ götürməyə çalışırıq. 2024-cü ilin statistikasına görə ümumilikdə qoruğu ziyarət edənlərin sayı 190 minə qədər olmuşdur. Bunların da 140 mindən bir qədər artıq, dəqiq isə 141 min nəfəri xarici, əcnəbi ziyarətçilərin payına düşür. Yerdə qalan hissəsi isə yerli ziyarətçilərimizin payına düşür. Qobustan Milli Tarix Bədii Qoruğuna giriş biletinin qiymətləri isə yerli vətəndaşlar üçün 4 manat, xarici qonaqlar üçün isə 10 manat təşkil edir. Qobustan yalnız arxeoloji baxımından deyil, həm də turizm təcrübəsi baxımından xarici ziyarətçilərə güclü emosional təsir bağışlayır. It's my first time in Azerbaijan. Bu mənim Azərbaycana ilk səfərimdir. Burada olarkən Qobustan haqqında ilk dəfə eşitdim və diqqətimi çəkdi. Çünki mən petroqliflərin olduğu dünyanın digər yerlərində olmuşam. Buna görə də buranı görmək məni həyəcanlandırdı. Bir çox petroqliflərin olduğu ölkələr görmüşəm, amma buradakı kimi çox detallı olanını ilk dəfədir görürəm. Muzeydən də zövq aldım, çünki olduqca ətraflı izah edirlər. Bu mənim Bakıya ilk səfərimdir və Qobustanı görməyə çox istəyirdim. Tarixlə bu qədər iç-içə olmaqdan çox şadam, çünki həqiqətən başa düşürəm ki, burada olduqca qədim bir tarix və onun izləri mövcuddur. Əgər belə demək mümkündürsə, həyat burada yaranıb. Bəşəriyyətin bir çox mərhələsi burada keçib və mən bunun canlı şahidi olan qayaları yaxından görə bilirəm. Qobustan ərazisi yalnız qədim insanların izlərini deyil, həm də bəşər sivilizasiyasının formalaşmasının ilkin mərhələlərini insanın gözü önünə sərir. Qobustan sadəcə bir muzey və ya tarixi məkan deyil. O, insanlıq tarixinin canlı salnaməsidir. Burada hər bir qaya, hər bir təsvir, hər bir iz qədim insanın nəfəsini, düşüncəsini və həyat tərzini bugünə gətirib. Qobustanla tanışlıq həm tarixə bir səyahət, həm də mədəni yaddaşımızın qorunmasının nə qədər vacib olduğunu xatırladan əsl dərsdir.